Hamıya salam. Ölümdən dönmüş bir ədəd insan var qarşımda. Narahat olan dostlar, tanışlar, izləyicilər sağ olun. Dünən ətdən zəhərlənmişdim. 39 dərəcə qızmayla. Bildiyiniz ölürdüm. Həyatımda ilk dəfə idi ki, qızmam vardı. Bir Covid'de olmuşdu, o da 37. İndi 39'dur. Yani burada da ilkin yardım etmediler. Heç kim üstüne götürmürdü. Hələ üstəlik bir kağız da imzaladılar ki, imzalatdılar və mən də xalam qızı rus dilidir, söhbəti başa düşməyib. Və mən də o qədər qızdırmalı olmuşam, üstəlik onu da imzalamışam. Ki, yəni ölsəm, Atel heç bir cavabdehlik daşımır. Sağ olsun Ateşgah Sığorta, çox sağ olsun, çox belə möhtəşəm sığortaları ilə heç nə eləyə bilmədilər. Ateşgah Sığorta etdiyi nədir? Şikayətin nədəndir? Yəni birbaşa sığorta şirkətinə yönəldirlər insanı, hansı ki yönləndirməlidir. Amma bunların yönləndirilməsi nədir? Transfer, həkim pulu, müalicə, hər şey öz cibindən. O da vurur gəlir hara çıxır, amma o problem deyil. İnsan yəni canı əldən gedəndə problem deyil. Sadəcə olaraq buradan da həkim yazır ki, ona sistem qoymaq lazımdır ki, mənə də sistem olmaz, şok verir. Ölə bilərəm yerindəcə. Nəysə, heç kim məsuliyyəti içinə götürmədim. İlk dəfə səyahətdə belə bir şey gəldi başıma. Sağ çıxdım ama yenə də özümü sikilər, qurban olaram özümü sikilər. Ateldə olan Azərbaycanlılar getdilər Afrika, hərəsi qaçıb bir şeylədi və qızdırmamı saldılar. Bütün axşam canımla uğraşdım.